Azərbaycan Texniki Universitetinin idman zalında qol güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. 140 idmançının qatıldığı yarışda yenə favoritlər fərqlənib. Qol güləşi üzrə növbəti Azərbaycan çempionatı yekunlaşdı. 140 idmançının mübarizə apardığı yarışda gərginlik bir an belə səngimədi. Mübarizələrdə maraq artıran məqam ilk dəfə olaraq kompüter sistemindən istifadə olunması idi. Həm bu işə, həm də hakimliyə beynəlxalq dərəcəli Türkiyəli hakim Sənan İbiş nəzarət edirdi. Bilgisayar sistemine geçtik ve maçları mümkün olduğu kadar çabuk ve hızlı bir şekilde halletmeye çalışıyoruz. Ve nitekim de öyle oldu. Başkanımız da inşallah bu tarz şeylerle birlikte bu federasyonu en iyi şekilde daha da yükseklere götüreceğine kesinlikle inanıyorum. Ümumilikdə 21 komanda mübarizə aparırdı. Qızıl qazananlar siyasına 55 kiloqramda Hüseyn Əmənli, 60-da Vüsal Zeynalov, 65-də Sərxan Babaxanov, 70-də Zöhrab Məsimov və 75 kiloqramda Ənvər Hüseynov daxil oldu. Ağır çəkilərdə də favoritlərin üstünlüyü diqqət çəkdi. 80 kiloqramda Orxan Əliyev, 85-də Samir Babayev, 90-da Fuad Cəfərov, 100 kiloqramda Şərif İsmailov fərqləndiyi halda 110 və 110 kiloqramdan ağır çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə artıq ardıcıl 3-cü çempionluğunu yaşayan Kamran Qurbanovla Rüstəm Qurbanov qalxdı. Bu idmançılardan da bəzilərinin heyətində yer alacağı milli komandamızı qısa müddət sonra Avropa çempionatı gözləyir. May ayının 13-də Polşada keçiriləcək Avropa çempionatında milli komandamızı iştirak edəcək. Milli komandamızdan 12 idmançı heyətlə təmsil olunacaq. Polşada keçiriləcək Avropa çempionatından inanıram ki, Azərbaycanımıza ən azından Allahın köməyindən bir 10 medalla ölkəmizə qayıdacaq.